Değerli ve sevimli izleyicilerimiz, Gözəl Sənin gözəl tamaşaçıları, hər birinizi xoş gördük. Bugünkü mövzumuz yenə də aktualdır, yenə də bəşəriyyəti, cəmiyyəti maraqlandıran bir mövzunu gündəmə gətirmişik. Sağlam həyatdan danışırıq, eləcə də təbii ki, gələcəyimizi qorumaq üçün zərərli vərdişlərə yox deyirik. Mövzumuz nədən ibarətdir? Gəncliyimiz və gələcəyimiz üçün ciddi təhlükəni nə yaradır? Tütün və tütün məhsulları, siqaret asılılığı, bunları aradan qaldırmaq üçün nə etmək lazımdır və hansı tədbirlər görülür? Eləcə də elektron siqaretlərdən danışacağıq. Qonaqlarımız kimdir? Şəhla xanım Ballayeva, tibb elmləri doktoru. Xoş gəlmisiniz. Məqsədi xanım Hüseynova, sağlam qidalanma mütəxəssisi, xoş gördük sizi. Və bizim Respublikanın əməkdar artisti Zaur Əmirəslanov, xoş gördük. Hər birinizi xoş gördük, xoş gəlib səfalar gətirmişsiniz. Zərərli vərdişlərdən danışırıq. Nə qədər sevindirici bir hal olmasa da bu reallıqdır və bəşəriyyətimizi narahat edən ən böyük qlobal problemlərdən biridir. Ümumiyyətlə bu asılılığı aradan qaldırmaq üçün ilk öncə nə etmək lazımdır? Hansı tədbirlər görülməlidir və hansı maarifləndirmə işləri aparılmalıdır? Buyurun. Çox maraqlı bir mövzuya toxunmusunuz. Təşəkkür edirəm. Çünki dediyiniz kimi siqaretdən istifadə, sağlam həyat tərzi, vərdişlərini aşılamaq bizim gələcəyimiz üçün çox vacibdir. Yəni, xüsusilə də tütün və digər zərərli vərdişlər, hansılar ki, çox tez asıllıq yaradır. Onlar sağlamlığın pozulması, gələcəkdə həm ailəyə, həm dövlətə, həm iqtisadiyyata vurulan gəlir, yəni zərərlərlə bağlıdır. Buna görə biz hələ uşaqlarda, yəni kiçik yaşlardan uşaqlarda sağlam həyat vərdişlərini formalaşdırmalıyıq. Və zərərli vərdişlərdən də ən əsası və tez asıllıq yaradanlardan biridir siqaret çəkmədir. İstər adi, yəni siqaretlər olsun, istər elektron siqaretlər olsun və siqaretlərin tərkibindəki o zərərli maddələr insanda bir çox xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı göstərir ki, 20-ci əsrdə məsələn tütünün təsiri nəticəsində 100 milyon insan həyatına son vermişdir. Və hər il, hal-hazırda hər il hardasa 4-5 milyon insan həyatını itirir, tütünlə əlaqəli olaraq həyatını itirir. Yəni bunu elm sübut edib. Ancaq bəzən olur ki, bəzi insanlar özlərinə təskinlik verərək Zaur bəy deyirlər ki, mənim babam illərdir siqaretdən istifadə edirdi, 80-90 il yaşadı, heç bir fəsad görmədən, heç bir xəstəliyə düçar olmadan. Təbii ki, biz bunu deyə bilərik ki, ekologiya dəyişib, eləcə də insanların həyat tərzi dəyişib və tütün də əvvəlki tütün deyil. Nəyə görə bunu deyirəm? Çünki bizim verilişimizə dəyərli qonaqlarımız gələndə, bu mövzuda müzakirə edəndə Araz doktor dedi ki, tütünün tərkib hissəsi dəyişdiyi kimi onun üzərində olan kağız da tullantılardan alınır. Bilirdiniz onu? Əlbəttə, xanəndələr olub ki, tarixdə böyük xanəndələr olub. Qarabağ məktəbi xanəndələr, Bakı məktəbi fərqi yoxdur. Onlar təmiz tənbəki istifadə edirdilər, trubka deyirlər də, qalyanın içində. Əksinə ona səsinə yumuşaqlıq verirdi, onun səsini nəmləndirirdi, ağız boşluğunu nəmləndirirdi və oxuyanda indi təbii tütün də yoxdur doğrudan da, tərkibi dəniz məhsulları, həm də kağızın da çox böyük ziyanı var. Tam olaraq 100% dedi ki, o vaxt trubkada hər şey tullantılardan alınır. Trubkada çəkirdilər. Ona görə səhv etmirəmsə müştük deyirlər. Müştük deyirlər, bəli. Amma yaxşı olar ki, heç birindən istifadə olunmasın. İndi o vaxtın qidası da daha sağlam qidalanırdılar insanlar. Ona görə tütünün heç bir ziyanı, bəlkə də var idi ziyanı, olmaz tam demək. Kənar 80 il yox, 100 il yaşaya bilərdi babası kiminsə, misal üçün ömrü misaldır. Nənələr də o vaxtı Nənələrdə də olmuşdu. Əslində nənə deyiblər, siz diplomatiya xatirinə baba deyirsiniz bugün burada. Amma çox sağ olun, əslində ziyandır, heç kim qəbul etməsin bunları. Əlbəttə ki, xüsusilə siqaret çəkənlərdə biz görürük müəyyən xəstəlikləri, hətta onkoloji xəstəliklərə belə gətirib çıxara bilər və ağciyar xərçəngindən əziyyət çəkən insanların əksəriyyəti tütün istifadə edənlərdir. Yəni bunu elm deyir, tibb deyir, təsdiqləyir. Bəzi insanlar təbii ki, özlərini aldadırlar bu kimi misalları göstərərək. Ümumiyyətlə, elektron siqaretlərdən də istərdim ki, bir qədər danışaq. Elektron siqaretlərin fəsadları da təbii ki, tütün tərkibli siqaretlərin tərkibi ilə müxtəlif olsa da, zərəri eynidir.
Hətta deyərdim ki, daha da zərərlidir. Bunu əlbəttə ki, mən demirəm. Bunu müəyyən məqalələrdə yazılır, bunu həkimlər deyir, bunu elm deyir və təsdiqləyir. Bəs bu qədər zərərdirsə, bu qədər bəşəriyyətə zərər verirsə, insan həyatı itirirsə, nəyə görə hələ də satışda var, nəyə görə də insanlar istifadə edir, nəyə görə ölkələr qadağa qoya bilmir? Ümumiyyətlə, çox vacib mövzu olsa da, digər bir məqam elektron siqaretlər bugün artıq son dönəmlərdə artıq tanınsa da, deyərdim ki, elmi olaraq zərərlərini göstərsələr də tədqiqatlar hələ bir neçə il sonra ortaya çıxardacaq. Amma digər bir məqam bunu nə qədər normal siqaretdən, tütün çəkmədən daha məsum görünsə də və çox acınacaqlı bir haldır ki, bundan artıq xanımlarımız daha geniş istifadə edirlər ki, burada təhlükənin həm onun tərkibindəki kimyəvi maddələr, aromatizatorlardır, eyni zamanda dadlandırıcılardır və yaxud da fərqli meyvələrin aromatizatoru dediyi halda daha onu xoşa gələn göstərsələr də, bütün bunlar hamısı sintetik mənşəli kimyəvi maddələrdir və eyni zamanda da artıq qeyd etdiyiniz kimi bu kağızda deyil, metal vasitədədir ki, bu da artıq istiliyə məruz qaldıqda daha zərərli maddələr ortaya buraxır və onun tərkibində artıq 7000-dən artıq yandıqda zərərli maddə havaya atılır və xüsusilə də onun yanında artıq pasiv tütün çəkmədən əziyyət çəkənlər var. Və nə qədər də zərərli olduğu göstərilsə də və biz qida təhlükəsizliyi hərəkatı olaraq sağlam həyat tərzi üzrə geniş maarifləndirmə işləri aparsaq da, bugün onun satışını təşkil edənlər, baxmayaraq ki, qanunvericilikdə 18 yaşından aşağı insanlara satılması qadağan olsa da, bugün bütün marketlərdə, məktəblərə, universitetlərdə, yaxın yerlərdə tək-tək satışı, hətta reklam edərək pulsuz təqdim olunması belə bu vərdişin 18 yaş üzəri nağd satışa icazə verilir. Ancaq bir çox yerlərdə 18 yaşın altında qadağan olunsa da, satış yerlərində hələ də yaşı soruşub onu satanı müşahidə etməmişik. Xarici görünüşə baxaraq təxmini yaşı müəyyən etmək olar. Etsələr də, ancaq bir çox hallarda, yəni özümüz də şahid olmuşuq və azyaşlılar da həmin siqareti əldə edirlər. Və reklam xatirinə bəzən pulsuz da onları təqdim edirlər ki, belə olan halda da artıq onun tərkibindəki kimyəvi maddələr var ki, bilərək istifadə olunur, asıllıq yaradır. Və siqaretdən asıllıq, hətta bəzən narkotikdən asıllıqdan daha təhlükəlidir. Çünki daha zərərsiz görünsə də, istədiyim zaman ata bilərəm deyilsə də, həmin onların tərkibindəki kimyəvi maddələr artıq birbaşa olaraq insan sağlamlığına zərər vurur, xüsusilə dad reseptorlarının pozulmasına gətirib çıxardır ki, bu da insanlarda artıq həm sağlamlığının pozulması ilə yanaşı, qida vərdişlərinin pozulması, həyat tərzinin artıq pozulması, digər xoşagəlməz hallarla da nəticələnir. Və digər bir məqam odur ki, bir çox hallarda da tanınmış simalardan istifadə edərək bu kimi vasitələrin reklamını həyata keçirirlər və hər bir gənc, yeniyetmə özünü hər hansı bir idmançıya, hər hansı bir müğənniyə, bir aktyora oxşatmaq istəyirsə də, bu onların simasında daha geniş reklam olunanda düşünürlər ki, bəli, hətta idmançılar tərəfindən də, müğənnilər tərəfindən də reklamı həyata keçirilir və bu reklam artıq deyərdim ki, həyatımızda hər anda bizim qarşımıza çıxa bilər. İstər nəqliyyat vasitələrində, istər bir çox billboardlarda bu görünür. Ona görə də bu vasitələrdən artıq demək olar ki, o gənc yeniyetməni aldatmaq, onları daha da cəlb etmək daha asan olur. Ona görə bir mənalı şəkildə həmin tanınmış insanlara da üzümüzü tutub buradan deyək ki, bu kimi zərərli vərdişlərdə alətə çevrilməsinlər, onların reklamına şərait yaratmasınlar. Təşəkkür edirəm fikrinizə görə. Pasiv siqaretdən danışırıq. Ümumiyyətlə tütün çəkən zaman artıq bunu elmdə sübut edib ki, pasiv istifadəçilərin risk qrupuna daxil olması daha böyükdür. Ətrafınızda az yaşlar olanda, uşaq olanda, yəni yəqin ki, görmüsünüz ki, kimsə istifadə edir. İrad bildirmisiniz nə zamansa? Bilirsiniz, mən biraz Sovet dövründə uşağı olduğum üçün, dövründə yaşadığım üçün bizə o vaxtda kimsə nəsə deyəndə biz onu eşidirdik. İndi irad bildirməyin də xeyri yoxdur əslində. Sənə elə bir cavab verəcək ki, sən yəni ya gərək orada dalaşasan həmən insanla, ya da ki çıxıb gedəsən. Ona görə irad bildirməyin də bir xeyri yoxdur. Ona
ən yaxşısı odur ki, ən pis şey əslində qadağan eləməkdir ki, siqaret çəkmə, olmaz. Əksinə denən ki, bir valideyn olaraq gedək bir yerdə çəkək, sən bunun yaxşı və pis tərəflərini gör. Kiməsə deyir rus dilində запретный плод сладок da, yəni qadağan olunmuş meyvə həmişə şirin olur. Cəlb edir insan. Yəni bu tarixdən belə gəlib ki, bu olmaz, amma bunu götürüb o almanı yedi Adəm peyğəmbər və belə qovuldu orada. Həmin şeydə gərək heç kimə olmaz deməyəsən. İnsanlar elə bir xarakterə var ki, olmaz demə. Denən gedək bir yerdə ki, dost kimi, ata, övlad, gedək bir yerdə bunu çəkək. Gedək onun dadına baxaq, sən gör ki, bu sənə lazımdır yoxsa yox. Yəni əslində ən yaxşı variant budur. Əslən qalsa heç kəsə lazım deyil, amma fakt odur ki, artıq istifadə edənlər yetəri qədərdir cəmiyyətimizdə. Və onlar arasında gənclər, az yaşlı uşaqlar var. Oğlanlar bir qədər sinif yoldaşlarından, əhatəsində olan həmyaşıdlarından geridə qalmamaq üçün indi onların düşüncəsində bu ifadəni etdim. Mən də istifadə edim, mən də artıq böyümüşəm deyə özünü təsdiqləmək istəyir. Bu təsdiqlənmə də gələcəkdə müəyyən fəsadlar yaşadır. Bunun bəs qarşısını almaq üçün nə etmək lazımdır? Yalnız maarifləndirmə. Yəni biz yenə dediyim kimi kiçik yaşlardan maarifləndirməyə başlamalıyıq və ilk növbədə siqaretin, ümumiyyətlə tütünün, o zərərli vərdişlərin hər birinin nəticələrini göstərməliyik. İnsan bir zərərli vərdişin nəyinsə nəticəsini görəndə onu yəni başa düşəndə ondan çəkinə bilər. Əgər biz nəticəni göstərməsək, bayaq deyildiyim kimi, müəyyən məqalələr, video çarxlar təqdim edək. Bəli, çox gözəl video çarxlar var, çox gözəl o xəstəliklərin nəticəsini göstərən videolar, şəkillər və sairələr var ki, onları biz göstərdikcə uşaqlar başa düşə bilər ki, bəli, bu nəyə gətirə bilər. Həm də onu demək istəyirəm ki, bəli, biz gənclərə yeniyetmələrə xüsusilə də, yeniyetmələr nə zaman ki o buntar, yəni üsyançılıq dövrü başlayır yeniyetmələrdə və mən bilirəm, mən daha çox bilirəm, siz bilmirsiniz, yəni böyüklərə. O dövrlərdə, yəni o dövrə gələnə qədər həmin yeniyetmələrə yox demək bacarığını öyrətmək lazımdır. Yəni hansısa bir kollektivə düşəndə ətrafındakılar çəkirsə, yəni onlara yox demək bacarığını, onların qarşısında yəni tab gətirmək bacarığını öyrətmək lazımdır. Buna görə də yəni biz bəzən fikirləşirik ki, mənim uşağım çox tərbiyəlidir, mənim hər sözümü yerinə yetirir. Yəni o cür tərbiyə etmək də düzgün deyil. Çünki həmin uşaq artıq yox deməyi bacarmır. Çünki fikirləşir ki, böyük və yaxud yanımdakı nə deyirsə mən onu yerinə yetirməliyəm. Siz düzgün buyurdunuz ki, yox demək bacarığını uşaqlıqdan öyrətmək lazımdır. Bəli. Çünki ətrafımızda da cəmiyyətimizdə elə insanlar görürük ki, hər zaman nə istəyirsən sənə hə deyə cavab verir, baş üstə cavab verir, edəcəm deyə cavab verir. İstəyirsən deyəsən ki, nə üçün? Axı bu sənin istəyin deyil. Sən artıq öz sözünü deməyi bacarmalısan. Sən uşaq deyilsən. Hətta indi uşaqlara biz diqqət yetirsək, uşaqlarımız nə qədər özgüvənlidir, nə qədər rahatdırlar fikir bildirməkdə. Amma Sovet dövründən gələn uşaqlar yox deməyi bacarmırlar. Razısınız mənimlə? Bəli, razıyam. Bizi çox belə Qadağalarla ciddi disiplinli böyüdüblər. Biz bəzən də yəni mən məsələn skripkaya getmişəm, rəqsə getmişəm, nə bilim nəyə. Çox belə incə olmuşam, yumşaq olmuşam, amma o küçüyə ki atılırsan artıq məsələn gimnaziya, İncəsənət Gimnaziyası Yasamal ərazisində mən o yaxşı başqa insanları görəndə artıq mən də başladım bərkiməyə, möhkəmlənməyə ki, yəni kimsə gəlib məndən pul istəyirdi, mən verirdim ki, elə bilirdim ki, qorxu da var idi və sonra mən ayıldım ki, yox, əgər bu cəmiyyətə qoşulmaq istəsəndə bunun bayırı var, tək evdən ibarət deyil hər şey, bunun küçəsi var, bayırı var və şükürlər olsun Allaha ki, bugün o tərəflər də var, yəni ki, artıq yox deməyi də bacarıq, amma içəridə məsələn kimsə zəng eləyəndə mən utanıram, bilmirəm kimdir, utanıram soruşmağa kimdir danışanda, yəni ki, birdən xətrinə dəyər, bəli, yəni belə, yəni bizi düşünürəm ki, sağ olsun valideynlər, amma bəzən məsələn pis şəkillərə baxmaq istəyirdik məsələn, amma onu qoyun seçim olsun da, yəni həyatda ki, baxın ki,
bu mənə lazımdırmı, yoxsa bu olmaz. Bura getmə. Ha, burdan ora gedirsən, orada sənin yəni qorxu ilə böyütmək də düz deyil. Daha sərbəst, daha rahat böyütmək lazımdır uşaqları. Əlbəttə ki, müəyyən qadağalar da qoymaq lazımdır. Sadəcə da başqa cür təqdim etmək qadağaları lazımdır. qadağalar qoyulan zaman biz nəyə görə o qadağanı Səbəbini qoyuruq? göstərmək lazımdır. Səbəbini göstərmək lazımdır, nəticəsini göstərmək lazımdır. Çünki yəni bizim nə qədər olmasa təcrübəmiz var, bizim yəni bu haqqda biliklərimiz var. Ancaq nə yeniyetmənin, nə uşağın o səviyyədə nə biliyi, nə bacarığı Sadəcə yoxdur olaraq ki, valideynlər qadağa qoyur, nə üçün qoyduqlarını bəli, bilmirlər. təhlil edib gələcəyi görə bilsinlər. Ona görə biz o gələcəyi onlara göstərməyə bacarmalıyıq və əlbəttə ki, hər şeyi yox deməyə yox, məhz lazım gəldikdə yox deməyə bacarmaq lazımdır. Yəni o deməkdir ki, yəni uşaq hər şeyə yox deyə bilər. Yox. Yəni zərərli vərdişlər haqqında biliyi olarsa, onun qarşısında yox deməyə bacarmalıdır və yaxud da düzgün yola çəkilməyəndə onun qarşısında yox deməyə bacarmalıdır. Və bir qədər qabaq siz siqaretin ikincili, yəni təsirinə də danışdınız. Bəli, siqaretin, tütünün nəinki ikincili, üçüncülü təsirləri də olur və onun da qarşısına alınmalıdır. Məsələn, dövlət tərəfindən qapalı məkanlarda siqaret çəkilmək qadağası qoyulmuşdur. İstərsəz daha sonra danışarıq. İzniniz olarsa Zaur bəyin ifasında bir mahnı dinlədikdən sonra. Gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Ceyranım gəl, gəl, tərlanım gəl, gəl, yolunu gözlədim, heyranam tez gəl. Başına mən sənin, dolanım tez gəl. Başına mən sənin, dolanım tez gəl. Gözəldir həyatın, gözəldir devranın. Gözəldir həyatın, gözəldir devranın. Bəxtəvər qızısan, bu elin obanın. Gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Baxışın can alır, gülüşün qəşəngdir, qızaran yanağın elə bil çiçəkdir. Ürəyim sənindir, könlümü gəldindir. Ürəyim sənindir, könlümü gəldindir. Gözün tək göz olmaz, sözün tək söz olmaz. Gözün tək göz olmaz, sözün tək söz olmaz. Mehriban qəşəng qız, bu qədər naz olmaz. Gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Adı ceyran, özü ceyran, adı ceyran, özü ceyran, a gülüm mən sənə heyran. Adı ceyran, özü ceyran, adı ceyran, özü ceyran, a gülüm mən sənə heyran. Gəl gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Gəl gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran.
Reklamlarımız bitdi və verilişimiz davam edir. Zərərli vərdişlərdən danışırıq, tütün asılılığından və elektron siqaretlərə yox deməkdən danışırıq. Xüsusilə uşaqlar, az yaşlı uşaqlar arasında çox yayılıb. Biz bunu görəndə çox məyus oluruq əslində və təbliğat işlərinin yüksək səviyyədə aparılmasını istəyirik. Nə qədər tütün üzərində, yəni satışda deyilsə belə, qutuların üzərində yazılsa belə zərərlidir, ölüm təhlükəsi var, yenə də insanlar alır. Bu insanların psixoloji durumdan zəif olmasından irəli gəlir, yoxsa ki, onlar özlərini bir qədər ölümsüz hiss edirlər. Nə ilə bağlıdır sizcə Zaur bəy? Məncə dəbə görə eləyirlər. Hamı edir deyən, hamı edir, mən də edim. Bu prinsipdir. Uşaqlarda elədir. Amma böyükdə də artıq örgəşməyə görədir. Yəni örgəşir. Uşaqlarda hardasa başa düşə bilərik ki, tam olaraq dərk etmirlər, daha tam olaraq yetişkin deyirlər. Bəs böyük insanlar, xüsusilə xanımlar arasında elektron siqaretləri çəkildiyini görəndə nə düşünürsünüz? Elektron siqaret sayılmır ki, yəni adam deyir ki, Nə sayılır? Yox da, yəni belə şüuraltı olaraq siqaretə bizdə təpki var idi ki, bu xanım hara, siqaret hara belə. Amma bu elektron siqaretlə yəni üstündə də məsələn gözəl şəkillər falan olur, rəngli bir şeylər olur. Şüuraltı məsələlərdir də hamısı. Bir də deyirsiniz o üstündə yazılır ziyandır. Avropada satılan siqaretlərin üstündə hətta o xəstəliyin şəkilləri də var. Yəni ölüm uşağın o aparat altında olmağı falan. Görün ona fikir verən var. Yəni əksinə o daha da yaxınlaşdırır. Nəyi məsələn biz indi məsələn ən zərərli bayağı musiqilərdir də. Yəni insan şüurunu məhv eləyir, zövqünü, mədəniyyəti, incəsənəti çökdürür. Amma bunu daha çox danışırlar, düzdürmü? Daha çox tənqid edirlər və bu daha çox populyarlıq qazanır. Ona görə də tənqid etmək mənə elə gəlir ki, bəli, antireklam olmaz, tənqid etmək olmaz. Sən onlara şərəf verirsən, ucaldırsan. Elə eyni şeydir də, zərərdir. Yəni ən pis zərər də yenə deyirəm o zövqə vurulan, ruha vurulan zərərdir. Mən düşünürəm ki, şuurun, düşüncənin cılız olmasından irəli gəlir bəzi insanların yanaşma tərzi nə mənada? Çünki bəzi xanımlar var, bəzi bəylər var, müəyyən məkana gedəndə özlərini çox müasir hiss etmək istəyirlər və kənardan da düşünürlər ki, onlar elə görünür. Çatışmamazlıq sindromudur. Ona görə, bəli, onlar elektron siqaretlərdən istifadə edirlər. Onlar özünə təsəlli tapır ki, Maldiv adalarına gedə bilmirəmsə, heç olmasa burada oturum. Bir də problem TikToka nəsə çəkib qoymaqdır ki, mən filan yerdəyəm. Bəlkə kiminsə imkanı yoxdur, sən ona acıq verir. Hər kəs özündən zəifə həmişə təpki göstərir, güc gəlir. Zaten səndən güclü səni heç görmür. Bəli, rəqabət də apara bilməzsə. Səndən üstün olan adam heç vaxt səni yada da salmır. Aydındır. Bir də sağlam həyat tərzi keçirən insan, uşaqlıqdan idmanla məşğul olan, uşaqlıq olmasını özünü dərk edəndən sonra belə deyək. Çünki bəzən olur ki, insan müəyyən yaşa çatandan sonra düşünür ki, artıq gecdir idmanla məşğul olmaq. Bu belə deyil təbii ki. Sağlam həyat tərzi keçirən insan, idmanla məşğul olan insan zərərli vərdişlərdən uzaqdır. Yəni, əksər hallarda bu belə olur. Və biz uşaqlarımıza onu elə bir təbliğat aparmalıyıq ki, onlar istəyərək, bilərək idmanla məşğul olsunlar. İstəyərək, bilərək siqaret çəkməsinlər. Yəni, Zaur bəy də söylədiyi kimi, bizə nə qədər qoyurlarsa, biz ona can atırıq. İndi əlbəttə ki, maariflənmə işləri aparılmalıdır televiziya vasitəsilə, sosial şəbəkələrdə, mətbuatda. Bəlkə də şuuraltı hardasa kiməsə təsir edir. Mən inanmıram ki, bu qədər insanın dediyi sözlər, maariflənmə işləri sadəcə olaraq yan keçir. Təsiri var təbii ki. Amma nə isə yetərsizdir. Yetərsiz olan nədir? Bilirsinizmi, insan hər zaman daha asan olana gedir. Bir var, siqaret çəkəcəm, yəni özümü daha belə obrazda göstərəcəm ki, yəni mən belə mən daha müasirəm və s. Bir də var idmanla məşğul olmaq. İdmanla məşğul olmaq güc tələb edir, vaxt tələb edir, zəhmət tələb edir. Bəli. İnsanların bəzən çox zaman ona görə idmanı seçməyə əvəzinə siqareti çəkirlər. Yəni biz insanlarda məhz o çətinlikdən qorxmamağıdır
tərbiyə etməliyik. Əlbəttə ki, bayaq dedik, profilaktik yollardan biri nəinki maarifləndirmədə, həmçinin dövlət tərəfindən qəbul edilən qanunlardır. Məsələn, dövlət tərəfindən qəbul edilmiş qanunlardan biri də qapalı məkanlarda siqaretin çəkilməməsidir. Və bunlara da nə dərəcədə riayət edilirmi? Ondan sonra çıxdı da elektron siqaretlər. Onlara icazə var qapalı məkanda çəkməyə. Yəni siqaret olmaz, amma elektron olar. Yəni eyni əslində daha çox satılmağa başladı elektron siqaretlər ki, siz bunu hər yerdə çəkə bilərsiniz. Düzünə qalsa mən yalan deyərəm, yəni bilmirəm. Mənə elə gəlir ki, hal-hazırda o da daxil edilib, yəni qapalı məkanlarda var. Bəli, qapalı məkanlarda qapalı məkanlarda icazə var. İcazə var elektron siqaretlərə. Onda yəqin ki, qanunun dəyişilməsi tələb olunur. Yəni mən dəqiq yanlış məlumat almamışam. Çünki bu elektron siqaretlərin çəkildiyi vaxtdan, yəni meydana çıxdığı vaxtdan hələ çox az müddət keçib və onun zərərləri indi çıxır meydana. Məsələn, Amerika Birləşmiş Ştatlarının xəstəliklərə nəzarət və profilaktika mərkəzində 2800-dən artıq elektron siqaretin nəticəsində, yəni yaranan ağciyər xəstəlikləri aşkar edilmişdir. Onlardan da 68-i ölümlə nəticələnmişdir. Yəni bunlar düzdür, hələ tam sübut edilməmişdir, hələ məlumatlar yığılır. Ona görə o məlumatlar yığıldıqca yəqin ki, qanunvericilikdə də dəyişikliklər olacaq. Məlumatlar yetəri qədərdir, sadəcə olaraq işıqlandırılmır. Çünki bu böyük iqtisadi böhrana gətirib çıxarda bilər. Bunu dırnaq arasında belə söyləyirəm. Çünki milyonlar, milyardlar qazanır. Bəli, çox təəssüf ki, iqtisadi cəhətdən. Ona görə tam olaraq da bəzi şeylər işıqlandırılmır. Məsələn, xanım, sağlam qidadan gəlin bir qədər danışaq. İnsan sağlam qidalanan zaman əlbəttə ki, sağlam olur deyə düşünürük. Yalnız bəzən olur ki, istisna hallar eşidirik kənardan. Sağlam qidalanıb, sağlam həyat tərzi keçirib, ona baxmayaraq yenə də onkoloji xəstəliklərə düşərək. Bəlkə siz cavablandırasınız. Ümumiyyətlə, insan kompleks varlıqdır. Sadəcə qida ilə onun sağlamlığını da təmin edə bilmərik. Burada mütləq şəkildə onun yaşadığı ətraf mühit, ekologiya, stres faktoru və eyni zamanda da zərərli vərdişlər və fiziki aktivliyi də önəmlidir. Ona görə mütləq şəkildə biz sadəcə qidanı önə çıxartmamalıyıq. Ona görə ümumiyyətlə təbliğat işində kompleks sağlamlığa təsir edəcək bütün amillərdən danışılmalıdır. Çünki bugün bir çox hallarda insanlar sağlam qidalanırıq desə də, sağlam qida varmı və yaxud əlçatandırmı? Artıq günü-gündən inkişaf edən bir dünyada qida çeşidliliyi günü-gündən artır. Ancaq bu çeşidlilik heç də hamısı sağlamlıq tərəfdən artmır. Bir çox hallarda da qeyd etdiyiniz kimi sahibkarların, azad sahibkarlığın inkişafına dəstək üçün onlara müəyyən şəraitlər yaradılsa da, sahibkarların əksəriyyəti insan sağlamlığı əvəzinə öz gəlirlərini düşünürlər. Paketlənmiş qidalar atmaqdadır. Bəli, paketlənmiş qidalar, daha asan əldə olunan, tez bişən, yarım fabrikat və yenə də rəf ömrü uzun olan kimyəvi qatqı maddələri ilə dolu adı qida, özü isə deyərdim ki, heç də qidadan uzaq, qida dəyəri aşağı olan, lifsiz, proteinsiz sadəcə bir topludur və belə qidalarla qidalanan insanlarda da artıq müəyyən xəstəliklərə yoluxma, immun sisteminin aşağı düşməsi, xroniki xəstəliklərin kəskinləşməsi halları daha çox özünü göstərir. Lakin bunun da üzərinə bir də zərərli vərdişi gəliriksə, bu zaman artıq demək olar ki, bizim gələcəyimiz risk altındadır. Burada əsasən biz 20-25 yaşa qədər olan insanları daha çox diqqətdə saxlamalıyıq. Çünki nə qədər də onları sağlam qidalandırsaq da, istər də yenə elə tütün çəkmə ilə də bağlasaq, bunların əksər hallarda baxırıq ki, valideyn himayəsindən, diqqətindən uzaqda qalan insanlar həm qeyri-sağlam qidalanır, həm zərərli vərdişə daha tez qurşanır. Ona görə bir mənalı şəkildə bu sağlam qidalanma, sağlam həyat tərzi məktəb, ailə,
uşaq və bunlar bir-birini əhatə edəcək şəkildə, şəkildə nəzarətli olmalıdır. şəkildə olmalıdır. Aha, aydındır. Bəs ümumiyyətlə nikotin asıllığından istərdim Zaur bəy sizinlə bir qədər danışım. Bəzi insanlar nikotin asıllığının bir ömür boyu sürəcəyini düşünürlər. Yalnız insanın həyatında bəzi hadisələr baş verir ki, o tütündən imtina edir. Ağır xəstəliklər onlardan biridir, məcburiyyət qarşısında qalır. Bu xəstəlikləri düçar olmazdan öncə yox deməyi necə bacarmaq lazımdır? Yenə də doğru bu xanımlar deyir ki, o hamısı tədrisdən, təhsildən irəli gəlir. Xaricdə görürsüz, adam başa düşür ki, bu mənə lazımdır, yoxsa lazım deyil. Konkret məsələn, Türkiyədə artıq çox qəddar reklamlar çıxıb ona qarşı, yaxşı mənada siqaretə qarşı çox güclü reklamlar gedir. Bizdə isə əksinə təbliğ edirlər. Yəni o təbliğat azalmalıdır. Gözün görəndə ergəşirsən. Əlbəttə insan xəstələnəndə başa düşür ki, ölüm ayağında başa düşür ki, haqq nədir, yaxşı nədir, sağlamlığı zərər nədir. itirəndən sonra sağlamlığın qədrini Ona bilir. görə təbliğat güclü olmalıdır. Məsələn, əksinə onu çoxaltmaq. Özdə bilirsiniz 25-ci kadrda elən bir şey var da, mən bəlkə səhv deyirəm, burada professional operatorlar var. Axırıncı momentdə onu salır. Sən bir dənə ki filmə baxırsan, filmin tərkibində heç yarım saniyə getmir. O sənin yadında qalır. Bayaqdan baxdığın yox. O çox böyük bir marketinqin çox böyük bir ustalığıdır. 25-ci kadrda onu salır. Məsələn, saniyə yarım nəsə belə. Sən onu o sənin beyninə həkk olunur. Sən onu mən asılı deyiləm, şükürlər olsun. Mən arada elə belə Və ümid edək ki, arada da olmayacaq. Yox, demək olar ki, yox səviyyəsində. Bir də əl alışqanlığı deyə bir şey var. Siqaret çəkən insanların əl alışqanlığı var. Vərdiş halı alır. Var, bəli, alışqanlıq var. Artıq deyirsən, məsələn, o qədər ətrafımda olub ki, deyirəm ki, sən nə qədər dayanmırsan da birini söndürür, o birisini yandırır. Deyirəm, nə məsələdir də? Niyə belə edirsən? Yarıya sal, onun da yarısına sal. Yəni yox, bu adam elə bir nəsə asılıdır. Deyir, öyrəşmişəm. Öyrəşmək pis şeydir də. Ən pis şey öyrəşmək. Beyin reseptorları ona artıq deyir ki, vaxtıdır istifadə etməlisən. Çünki həm də xəstəlikdən danışan zaman insan orqanizmin hər gün neçə minsə onkoloji hüceyrələr ifraz eləyir və əgər səndə hardasa zəiflik varsa, boşluq varsa, o xəstəliyə düçar olmağın daha asandır. Ona görə heç kəs sığortalı deyil. Ona görə hər kəs sağlam həyat tərzinə çalışmalıdır, özü üçün təmin etsin. Yalnız bəzən bəhanələr də olur, gəlib bunu da qəbul edək ki, insanlar tənbəl varlıq olduqları üçün, əksər hallarda hamıya əlbəttə ki, aid deyil, tənbəlliyi bəhanə edərək heç zaman dayanmırlar. Yəni, siqaret çəkirəmsə, bu bir alışqanlıqdır, mən heç nə edə bilmərəm, artıq vərdiş halındır. Yalnız bunu aradan qaldırmaq üçün bəlkə həkimə getmək lazımdır, psixoloqa müraciət etmək lazımdır, alternativ variantlar tapmaq lazımdır. Çünki bizdə dəyərli həkimlər gələndə bu haqda yetəri qədər məlumat toplamışıq və düşünürəm ki, hər şeydən çıxış yolu olduğu kimi bundan da çıxış yolu var. Əsas odur ki, insan istəsin, psixoloqlara müraciət etsin və nikotini əvəz edən həblər var. Onlardan istifadə edərək bir müddətdən sonra hətta həblərə belə insan yox deyə bilər. Çünki nikotin asılılığı artıq bədən öyrəşir və bir müddətdən sonra hər zaman bədən onu tələb edir. Və iradə məsələsi də var. İnsan cüzi iradəsi var. Bu iradəsiz insanlar deyə bilərik ki, zərərli vərdişlərdən asılıdır, yoxsa necə? Təbii ki, iradə istər zərərli vərdişə qurşanmamaqda və eyni zamanda da onu tərk etməkdə ən önəmli rol oynayır. Ancaq digər bir məqam isə biraz öncə də qeyd etdiniz, əsas məsələ o özgüvənin olması və nəyin düzgün, nəyin yanlış olduğunu bilməsidir. Çünki biz adətən maarifləndirmə tədbirləri apardıqda birbaşa zərərdir deyil, onun hansı zərərləri var, zamanla nə problemlər ortaya çıxardacaq kimi məlumatları verdikdə bəzən olur ki, sadəcə bir şüar onları bu yoldan çəkindirir. Məsələn, bir siqaret ömrünüzdən 11 dəqiqəni azaldır dedikdə biz nə qədər gəncin, tələbənin həmin anda artıq bu vərdişi tərk etdiyini görmüşük ki, bu qədər yəni detallı zərər olduğunu bilmirdilər. Və yaxud digər bir məqam gənclərin ən çox özlərini sevdiyi, xarici görünüşlərinə diqqət etdiyi, daha gözəl, daha cəlbedici görünmək istədiyi bir vaxtda siqaretin onların xarici görünüşünə vurduqları zərər, dərinin
saralması, ləkələnməsi, dişlərin çürüməsi, dişlərdə rəngin saralması, saç qırılmaları, dırnaq qırılmaları bu kimi problemləri ortaya çıxartdığını bildirəndə həqiqətən də əksər gənc onun bu qədər zərər vura biləcəyindən məlumatsız olur və düşünür ki, o başladısa buna artıq istədiyi zaman bunu ata bilər. Ancaq iradəsi yoxdursa, təbii ki, bu çətin olacaq. Amma mütləq şəkildə peşəkarlardan dəstək almaq lazımdır. Çünki mütləq şəkildə o tərk edəcəksə, bu siqaretə hansı momentdə ehtiyac duyur və yaxud nəyə görə onu çəkir, hansı müddətdə çəkir, bir gündə nə qədər istifadə edir, bu məqamları bilmək lazımdır və buna görə artıq ondan sonraki yol xəritəsini çizmək daha asan olur və bugün bizdə də Azərbaycanda da İSİM təşkilat var, dövlət təşkilatı, onun qaynar xəttləri var. Hətta orada ödənişsiz şəkildə yardımlar da göstərilir ki, necə bu vərdişdən yaxa qurtarmaq olar. Onlara da müraciət eləyə bilərlər. Yəni bu şəkildə mütləq ətraflı məlumatlandıraraq belə başa etmək düşdüm ki, lazımdır. doğru ünvan və istek lazımdır. Mütləq şəkildə. İradənin gücü də çox önəmlidir. Əsas odur ki, iradəli olaq, nə istədiyimizi bilək, o zaman heç nə bizim qarşımıza ala bilməz. Bir deyim var, mən sabah edəcəm. Ancaq hər açılan sabah bugünü gətirir. Sabah olmaya bilər. Sabah gəlmir, bugün gəlir. Əgər səhər açılırsa, deməli bugündür. Ona görə biz sabah başlayacağım deməməliyik, bu gün eləməliyik deməliyik. Yəni bugün işin sabaha qoymaq olmaz. Dolayısıyla. Bəli. Ondan Əlbəttə ki, bugün işin sabaha qoymaq olmaz. İnsan nə istəyirsə, bəzən anında etməlidir, bəzən gözləməyə məcburdur. Çünki hər şey insanın əlində olmaya bilir bəzi məqamlarda. Yalnız bu asılılıqlardan qurtulmaq üçün nəyisə, hansısa zamanı, günü gözləmək lazım deyil. Çünki bu nəinki bizə, ətrafımıza da zərərdir, övladlarımıza da zərərdir. Çünki tütündən istifadə edən insanların uşaqları da gələcəkdə tütündən istifadə edirlər və hətta qeyd etdiyiniz kimi müəyyən xəstəliklər də olur ki, onlar irsi yolla da keçir və ümumiyyətlə ana bətnində olan zaman siqaret çəkən xanımların övladları da ürək xəstəliklərinə düçar olurlar. Və xanımlar arasında siqaret nə zaman artdı, niyə bu qədər çoxdur və ümumiyyətlə bunun qarşısını almaq üçün xanımlar, yəni bəylər də əlbəttə ki, siqaret çəkməməlidir. Xanımlar arasında nə zaman artmağa başladı? Xanımlar arasında son dövrlərdə artıq deyərdim ki, dəb halını aldı və yenə də öz güvənin olmaması, ailədən yetəri qədər sevgi və diqqətin göstərilməməsi bəzən olur ki, onlar onu bu vasitələrlə özlərini təsdiq etməyə çalışırlar və yaxud da qıraqdan daha modern görünmək üçün, daha müasir görünmək üçün, ətrafındakıların təsirinə düşərək sən bunu etmirsən və yaxud bacarmırsan, bunu etmirsənsə, əgər aşağılayırlarsa, ona görə bu məqamda yenə də gəlirik biz onların 20-25 yaşına qədər ki, ən həssas dövrünə. Əgər o dövrə qədər valideynlər daha diqqətli davransalar, onların o boş vaxtının səmərəli keçirilməsinə, daha düzgün vərdişlərə yiyələnməsinə can atsalar, bu vaxtı keçirdikdən sonra, baxın, əgər o vaxtı düzgün şəkildə keçiribsə, ondan sonra zərərli vərdişə qurşananlar çox az faizdir. Bu, istər Azərbaycanda, istər dünyada da belədir. Neçə yaşda təxmini? 20-25 yaşa qədər ən həssas dövrlərdir ki, çünki bu dövrdə artıq insan həm formalaşır, həm ətraf mühiti, həm həyatı, həm özünü tanıyır və bunu düzgün əhatədə, düzgün insanlarla qura bilirsə, ondan sonraki artıq asan olur. Yenə də biz gəlirik o düzgün inkişafa, düzgün həyat tərzinə ki, ona görə mütləq valideynlərimiz də diqqətli olmalıdır. Hər anında onların yeniyetməlik vaxtlarında qeyd etdi Zaur bəy ki, qadağalar qoymaq yerinə onunla dost olmalıdır. Baxmalıdır ki, bunun ətrafında olan dostları həqiqətən də zərərli vərdişdən istifadə edirmi? Onları çəkindirə bilmirsə, ən azından öz övladını qorumaqla bu sayı azalda bilərlər. Bəzən də olur ki, ətrafımızda olan insanların siqaret çəkməsə bizə mane olduqda, biz fikir bildikdə xoşlarına gəlmir. Sanki biz onların çəkdiyi siqaretin tüstüsünə məruz qalmaq məcburiyyətindəyik. Yəni, öz sözümüzü deməyi biz bacarmalıyıq və istəmədiyimiz məkanda olmaq məcburiyyətində deyilik. Olub sizdə belə bir hadisə? Mən artıq palaza bürünüb ellə sürünürəm. Ona görə mən artıq buna normal baxıram. Amma övlad olsa, ailə olsa, əlbəttə ki, ona nəsə bir təpki bildirmək lazımdır ki, yəni sən burada tək deyilsən və ümumiyyətlə bu tək bizim ictimai qınaq yaxşı məsələdir, amma birinci etap məsələsi var da, ona qadağan olunsa ki, burada bunu etmə,
Sən sözünü deyə bilərsən. O deyəcək ki, mənə icazə verirlər, mən edirəm. Burada kimsə mənə demir ki, bunu etmə. Buna rəhbərliyi mənə deyir ki, yəni onlar bunu etməli. Mən də ona görə edirəm. Sən xoşun gəlmir, get başqa yerdə otur. Aydındır. Düz nətər? Bu bizim yəni məsələn elə bir ki, kimsə gəlir xarici ölkədən bizim yollarda avtomobil sürür. Bəli. O dəli olar ki, yəni bu normal bir şey deyil də. Yəni belə avtomobil İranda məsələn mən getdim, gördüm ki, kimin yoludursa o da həmin yol onundur, baş yol onundur. Yəni qayıdıb eyni şeydir yəni. Biz öyrəşmişik buna. Ona görə də susuruq. O demək deyil qorxuruq. Sadəcə adam o qədər qeyri-adekvat ola bilər ki, yəni peşmançılıq olar orada. Siqaret çəkmək ömrü yarıda qoyur. Yəni bunu biz demirik, bunu elm deyir. Elə insanların bəlkə də elə qisməti ora qədərdir ki, yəni sənə deyildi bu, sən bunu anlamadın. Sənə illər boyu valideynin dediyi, məktəb dediyi, o dedi, bu dedi, televiziya dedi. Sən bunu başa düşmədinsə, deməli sən buna layiqsən. Biz hər kəs öz layiq olduğunu yaşayır bu həyatda. Yəni insanın qədəri, qisməti oraya kimi. Qədər bəlkə də özü ona təklif olunur ki, bu pisdir, bu variantlar yaxşıdır. təklif Bu bunu olunur. seçirsə, qədər qismət də deyil bu. Bu seçimdir. Axı bunun ikinci tərəfi də var. O tək özünə zərər vermir, ailəsinə zərər verir, uşağına zərər verir, ətrafındakilara zərər verir. Karması bu. Həm iqtisadi zərər verir, Başqa həm mövzuya mənəvi giribsən. zərər verir. Karma Yəni nəsildən kimsə hansısa 5-ci nəsildə qohumu pislik eləyib kiməsə, bu da gəlir bunun burada Bütün ailəsinə. başında bəli, ailə elə yanaşsaq onda gərək biz heç nə etməyək. Heç nə etməyək və gözləyək qədərimizi Baxın, mən bütün yaşayalım. günü danışıram ki, üzr istəyirəm ki, bütün günü mən danışıram ki, bəstəkarlıq məktəbimiz olub, musiqilər var, bülbülümüz olub, rəşidimiz olub. Niyə buna qulaq asmırsınız? YouTube-da niyə gedib dinləmirsiniz? Baxış sayını artırmırsınız? Nə xeyri var? Və siz Ən təslim az da olursunuz efirdə o olan zaman. mənəm. Amma yaxşı ki, Azərbaycan Dövlət Televiziyasında çıxış edirəm və bu mənim üçün qürurdur. Heç o efirlərdə olmasam yaxşı. Amma nə xeyri var? Nəyə Xeyri çox var, tənqid niyə? edirsən? Yox, valla. Hər zaman müxtəlif təbəqələr olub. Heç vaxt İndi o bütün müxtəliflik çoxdur. əhali eyni səviyyədə ola da bilməz. Yəni siz dediyiniz bayağı musiqiyə qulaq asan hər zaman olub. Çoxdur. Bu qədər olmur. Mən deməzdim. Bu qədər O olmur. təbliğatın Bu qədər yüksək olmuyor. dərəcədə keçməsindən irəli gəlir. Düzdür. Yəni Zövqlər ehtiyac dəyişib. olmasaydı o musiqilərə, bütün efirlər onu təbliğ etməzdi. Deməli ehtiyac var. Kütləvi şəkildə bu zövq qırğınıdır da. Əgər zövq Bəs siqaretə də ehtiyac var sizcə? siqaretin o maddiyyat məsələsidir. Kimlərinsə orada məsələn Büdcə məsələsi. Bəli, büdcə. Hər halda biz bunu deyib dayana bilmərik. Biz hansısa işləri görməliyik. Siz dediyiniz kimi siz musiqidən danışmalısınız. Məsələn biz həkim kimi Yorulmuşam. sağlamlıqdan danışmalıyıq ki, yəni onu Reaksiya azaldaq. yoxdur. Geri Olur, dönüş olur. yoxdur. Mən görmüşəm olur. Məsələn mən Yox, ümumiyyətlə hadisələrə biz məktəblərdə nikbin yanaşmaq lazımdır, sağlam həyat pozitiv tərzinə, yanaşmaq sağlam lazımdır. qidalananda danışanda, yəni sonradan valideynlərdən bizə geri dönüş olanda biz eşidirdik ki, məsələn uşaq evə gəlib valideyn danışır. Deyir bizə ki, məsələn bunu olmaz yemək. Kolanı götür stolun üstündən mənə təmiz su ver. Və yaxud mənə kök verginə, məsələn bu konfetin əvəzinə. Yəni bu olur. Ancaq nə qədər biz çox iş görsək, o qədər də geri dönüş demirəm ki 100% alınacaq, ancaq hansısa faiz alınacaq. Yəni cəhd etmək lazımdır. Bəli. Biz bu gün susa bilmərik və yaxud da Bəli, bizim susa yanımızda bilmərik. hər hansı bir ədalətsizlik baş verəndə mənim sözümlə heç nə dəyişməyəcək deyə sussaq, onda cəmiyyət uçuruma Bəli. gedəcək. Hər kəs öz borcunu, mənəvi borcunu yerinə yetirsə, düşünürəm ki, cəmiyyətdə nə zamansa xilas olacaq müəyyən problemlərdən. Siqaretə yox deyirik və uşaqlar arasında yox deyirik xüsusilə. Eləcə də sağlam qidalanmaqdan istərdim danışım bir qədər. Ümumiyyətlə sağlam qidalanmaq nə deməkdir? Biz hər zaman eşidirik diyeta, pəhriz sözü. Pəhriz sözü özü də diyeta sözü daha doğrusu həyat tərzi deməkdir. İnsanın həyat tərzi əgər sağlam olsa, belə deyim, idmanla günə başlasa, piyada gəzsə, sağlam qidalansa, istər-istəməz o özünə zərər vermək istəməz. Çünki əgər idmana gedirsən, məşğul olursan, müəyyən kalori itirdikdən sonra mən gedib necə şirniyyat yeyə bilərəm? Əziyyətim yerə düşər o baxımdan. Ona görə istərdim ki, Zaur bəyin ifasında mahnı səsləndikdən sonra bu haqda danışaq. Gözleri
Gel gedək seyr edək biz qoşa qoşa bülbül sevgimizə nəğmələr qoşa. Gel gedək seyr edək biz qoşa qoşa bülbül sevgimizə nəğmələr qoşa. Nəğmələr qoşa. Sevirəm səni mən, qorxma bir kəsdən. Gəl səni qurtarım qara məhbəsdən. İnan sözlərimə, qorxma bir kəsdən. Gəl səni qurtarım qara məhbəsdən. İnan sözlərimə, qorxma bir kəsdən. Gəl səni qurtarım qara məhbəsdən. Qara məhbəsdən. Yenə də reklamlar bitdi. Bizim mövzumuz davam edir. Məsədi xanım, gəlin qaldığımız yerdən davam edək. Sağlam qidalanmaqdan və sağlam həyat tərzindən danışaq. Ümumiyyətlə sağlam qidalanma dedikdə biz mütləq şəkildə hər bir insanın yaşına görə, cinsinə görə, yaşadığı coğrafi mövqeyə görə, gündəlik fiziki aktivliyinə görə qəbul edəcəkləri qidaların müxtəlif çeşidli, yerli, mövsümü olması və ona lazım olan miqdarda qəbul etməsi önəmlidir. Və biraz öncə qeyd etdiyiniz kimi pəhriz, diyet bu hər hansı bir sağlamlıq problemi olan və yaxud da müəyyən xəstəliyi olan və yaxud da çəki almaq istəyən, vermək istəyənlər üçün qoyulan bir qida vərdişidir, pəhrizdir, diyetdir. Ancaq sağlam bir insan sağlam qidalanmalıdır və yetəri qədər qida qəbulu, bəzən sağlam qida olsa da miqdarından artıq qəbul edirsə, bu artıq sağlam qidalanma sayılmır. Çünki bəzən deyirlər ki, müəyyən qidanı tamamilə rasionumdan çıxartdım və yaxud da mən artıq bu qidanı deyil, hər gün bu qidadan istifadə edirəm. Yadda saxlamaq lazımdır ki, heç bir qida tək başına nə kökəltməyə qadirdir, nə də arıqlatmağa. Əsas miqdardır. Miqdardır və müxtəlif çeşidli olmasıdır. Və burada da Və qəbul saatı yəqin ki, bəli, önəmlidir. qəbul saatıdır və biz 8 yaşa qədər qidalanmanı təbii ki, ilk ana südü ilə qidalanma, daha sonra əlavə qidaya keçir. 8 yaşa qədər bir dönəmdir, 8-dən 20-25-ə qədər bir, 30-dan yuxarı fərqli qidalanma saatı və eyni zamanda da miqdarı təyin olunur. Və bunlar da hər bir insanda yenə də, əgər o gün ərzində daha çox oturaq həyat tərzi keçirirsə, bu zaman daha tez həzm olunan, az kalorili qidaları qəbul etməlidir. Fiziki aktivliklə məşğuldursa, daha çox karbohidrat ağırlıqlı və yenə də fərqli qidalardan qəbul etməlidir. Ancaq sağlamlığından faydalanmaq üçün, tutaq ki, meyvə tərəvəz qəbul edirsə, mütləq yerli, mövsümü olanına diqqət etməlidir. Çünki bizim orqanizmimiz yaşadığımız yerdən 400 kilometr radiusda olan bitki tərkibli, eyni zamanda da heyvan mənşəli qidaları qəbul etdikdə daha faydalı olur. Həm həzm edə bilir, həm də ki, onun tərkibindəki elementlərdən yararlana bilir. Eyni zamanda mütləq su qəbulunu biz hər zaman qeyd edirik. Çünki bir çox hallarda insanlar ümumiyyətlə su qəbul etmirlər və yaxud da eşidirlər kör-köranə şəkildə ki, sağlam qidalanmada mütləq hər kəs 2 litr, 3 litr su içməlidir. Qətiyyən belə deyil. Çəkiyə uyğun olaraq deyil? Çəkiyə uyğun olaraqdır. Bəli, hər kiloqram bədən çəkisinə görə 0,30 vuraraq öz miqdarını təyin edir. Və bura hansı maye daxildir? Təmiz su, ayran və şirin olmayan tərəvəzlərin tərkibində daha çox maye var, hansı ki, Mən düşünürdüm ki, tam bilərik. olaraq su qəbul etmək. Ayran da buna aiddir, o da maye qəbuldur. Çünki nəzərə almalıyıq ki, bizim gündəlik qəbul etdiyimiz suyu böyrəklərimiz süzməlidir. Əgər bu miqdar keçirsə, biz deyək ki, tutaq ki,
bizim gündəlik öz orqanizmimizə görə deyək 1,5 litr su içməlidir. Bunun yanında bir çay da içir, kofe də içir və yaxud da qazlı rəngli bu həddindən artıq maye qəbul etmiş olur. Ona görə birmənalı şəkildə sağlam qidalanmanı düzgün şəkildə həyata keçirmək lazımdır və bəzən də insanlar sağlam qidalanıram deyib bunu hər hansı bir toyda, məclisdə, ad günlərində bunu pozurlar və nəzərə almaq lazımdır ki, orqanizm o qəbul etmir ki, bugün toydur, məclisdir, bunu dəyişə bilərəm. Ümumiyyətlə, bəzi diyetoloqlar da elə məsləhət görür ki, əgər sən 6 gün ərzində sağlam həyat tərzi keçirərək sağlam qidalanmısansa, bazar günləri və yaxud da 2 həftədə bir dəfə fast fooddan belə istifadə edə bilərsən. Ümumiyyətlə belə deyək ki, bu əgər zərərdirsə, fast foodu biz deyiriksə, tərkibi, mənşəyi bəlli olmayan ətdən, doymuş yağlardan ibarətdirsə, bu zərər elə nə qədər qəbul etsək, nə vaxta qəbul etsək zərərdir. Sadəcə bunun miqdarını minimuma endirməklə az zərər vurmuş ola bilərlər. Amma ümumiyyətlə yaxşı olar ki, mənşəyi bəlli olmayan qidalardan istifadə olunmasın. Biz hardasa dolayısıyla deyə bilərik ki, sağlam həyat tərzi keçirib sağlam qidalansaq ömrümüzü uzadarıq. Ömrümüzü uzatmaq yetərli deyil. Bir də bizim əhval-ruhiyyəmizə çox gözəl təsir eləyir. Çünki sağlam qidalanan, sağlam həyat tərzi sürən insanlarda hormon balansı o qədər normal çalışır ki, o insanlar hər zaman həyata daha pozitiv baxırlar. Eyni zamanda əhval-ruhiyyələri yüksək olur. Eyni zamanda yenə də yaşadıqlarından, işlədiklərindən hər birindən zövq alaraq edirlər ki, bu da çox önəmlidir. Çünki hər bir insan dünyaya gəlirsə, o yaşadığının fərqində olmalıdır və eyni zamanda da özü ilə bərabər ətrafındakılara da xoş təsir bağışlamalıdır. Amma bir çox insanlar var ki, həyat tərzini pozmaqla, zərərli qidaları qəbul etməklə bir çox zərərli qidaların tərkibindəki maddələr bugün aqressivliyə səbəb olur ki, bu da insanlarda, yenə də yeniyetmələrdə özünü daha çox göstərir. Əvvəllər tutaq ki, bir insan həyətdə və yaxud da dalaşanda daha tez barışırdırsa, bugün artıq deyərdim ki, bir çox hallarda ölümlə nəticələnən, hətta xoşagəlməz hallarla nəticələnən sonlar olur ki, bunun əksəriyyəti qidalardan qaynaqlanan aqressivlik, bir-biri ilə yola gedə bilməmək, hormon balansının pozulması və bu kimi problemlər ortaya çıxır. Zaur bəy, eşitmişsiniz ki, yəqin ki, aqressiv insanlar deyir ki, bir siqaret çəkim sakitləşir. Hə, o özünü ağladır, yəni düşünürəm ki, artıq şuuraltı öyrənib ki, Əsəbi olan halda siqaret çəkən beyin artıq o siqnalı qəbul edir ki, nikotin doğrudan əsəbləri sakitləşdirir. Elə bil ki, keyləşdirir. Bir müddət keyləşdirir. Yəni sinir hüceyrələrinə təsir edərək, beyin qabındakı sinir hüceyrələrinə təsir edərək keyləşdirir. Ancaq o demək deyil ki, onu problemi aradan qaldırır. Əksinə problemin üzərinə problem gətirir. Yəni mənim əgər bir stres problemim var idisə, indi sinir hüceyrələrinə, qan dövranına və ağciyərlərimə və digər orqanlarıma təsir edən ikinci problemim ortaya çıxır və öyrəşmə problemi meydana çıxır. Yəni mən artıq öyrəşirəm siqaretə. Yəni o keyləşmə, o yaranan əhval-ruhiyyə artıq məndə tələbat şəklinə gəlir. Və gələcəkdə o siqaret də artıq o problemi, stresin qarşısını ala bilmir. Yəni artıq sinir hüceyrələri o qədər ona alışqan olurlar ki, artıq o stresin qarşısını ala bilmir. Biz əl alışqanlığından danışdıq ki, siqaret çəkən insanlarda əl alışqanlığı olur. Və bəzən də deyirlər ki, onu çərəzlə əvəz etmək olar. Bəli. Çərəzlə, yəni məsələn, əgər daima məsələn nəsə istəyirsənsə ağzında hansısa dad olsun, məsələn çərəzdən istifadə etmək olar, hansısa məsələn kişmişdən, qoz, fındıq və s.dən istifadə etmək olar. Əlbəttə ki, bunu da həddən artıq etmək olmaz. Onlar da kalorili qidalardır. Yəni demək olmaz ki, bütün günü sən əlində çərəzlə gəzəsən, çünki kifayət qədər kalorili yeməklərdir. Sadəcə o stresin yaranma səbəblərini aradan qaldırmaq lazımdır. Yəni insanlarda onun mənbəyini aşkar etmək lazımdır və çox zaman stresin belə yəni kəskin şəkildə özünü biruzə verməsi bəzən insanlarda hansısa elementlərin çatışmazlığı nəticəsində, məxsusilə də maqni çatışmazlığı nəticəsində baş verir və bəzən də biz sağlam qidalanmadan danışırıq. Qidalanmanı düzəltməklə, hansısa əlavə məsələn preparatlar, məsələn mineral maddələri özündə ehtiva edən preparatlar qəbul etməklə, elementləri özündə ehtiva edən preparatları qəbul etməklə biz o çatışmazlığı doldurmaqla bəlkə də stressimizi xeyli aşağı sala bilərik və
hər hansı bir hadisə bizdə o cür stres vəziyyətdə gətirib çıxartmaz. Yəni siz özünüz də görmüsünüz. Yəni müxtəlif insanlar müxtəlif vəziyyətlərdə birində çox kəskin stres vəziyyəti yaranır. Digəri Eyni hadisə, reaksiya bəli, müxtəlif reaksiya olur. müxtəlif olur. Bu da insanın həm xüsusiyyətindən, temperamentindən asılıdır. Həm onun tərbiyəsindən asılıdır, həm də ondakı yəni mikroelementlərin hansı səviyyədə olmasından. Bəzən olur ki, müəyyən hadisəyə insan o qədər sakit yanaşır ki, o sakitlik səni qıcıqlandırır. Olub sizdə elə bir şey? Böyük silahdır, böyük gücdür. O hər adama nəsib olmur onu etmək. Yox, məni qıcıqlandırmır. Sakit adamlar əksinə məni sakitləşdirir. Mən sevirəm sakit. Yəni müxtəlif hadisələr, reaksiyaların sakit olması. Məni qıcıqlandırmır. Mən elə bir iqlimdə, elə bir şəraitdə böyümüşəm ki, mən əksinə məni qıcıqlandırır aqressiv münasibət. Siz təbiətçi sakit insansınız. Xeyr, deyiləm, sakit deyiləm. Elə görünürsünüz o zaman. Elə çalışıram, elə olum, amma istəyərəm ümumiyyətlə. Hətta məndə təzə bir meditasiya növü var. Susmaq, maksimum məsələn Neçə saat susa bilirsiniz? O gün 5 saat susmuşdum və çox xoşbəxt idim, çox rahat idim. Yəni sən susduqca için sağalır, bütün o beyin sağalır, ruh sağalır və heç kimlə heç bir aqressiya olmur, heç kimlə dalaşmaq istəmirsən, heç kimlə söz-söhbət. O da dalaşmaq, mən hər dəqiqə kimlənsə partlayan insan deyiləm. Sadəcə kiminsə hörmətsizliyinə mənim çox pis reaksiyam var ki, yəni sən maşını, avtomobil idarə edərkən yolda məsələn, mən sənə görə işıqforda niyə gözləməliyəm də? Keçə bilirdin, keçərdin. Və belə aqressiyalar olur. Belə çox sakit, mehriban insanam. Hər kəsi çox sevirəm, hər kəsi xoşbəxtlik arzu edirəm, pozitiv. Ümid edirəm ki, qarşılığını da görürsünüz. Çünki bəzən insan sakit olduqda, bəzən insan nəyisə güzəşt etdikdə qarşı tərəf onun belə də olacağını qəbul edir. Daha doğrusu düşünür ki, belə də olmalıdır. Güzgüyük biz. Hər kəs Aynalayırıq. Gülsən güləcəklər, gülməsən gülməyəcəklər. Eyni şey sənə qayıdır. Əsas odur ki, olduğumuz kimi olaq. Bəli. Obraza girməyək. Və siqaretə yox deyə əsas odur və tütün məhsullarından danışırıq, eləcə də elektron siqaretləri bugün xüsusilə vurğulamaq istərdim. Xanımlar arasında çox yayılıb və qonşu ölkə Türkiyədə artıq neçə gənc qız buna görə həyatını itirib. Artıq tibbdə də, elmdə də bu təsdiqlənib ki, səbəbi elektron siqaretlərdir. Onun tərkibində olan maddələrlə yanaşı, səhv etmirəmsə, nəmişlik balansı boğazda, nəmlik balansını itirdiyinə görəmi hər hansı bir fəsad yaranır, onun da nəticəsində onkoloji xəstəliyə yol açır. Ümumiyyətlə, onların tərkibindəki maddələrin sadəcə bir neçəsini deyəcəm ki, hansı ki, onların nə qədər zərərli olduğunu bilməyə elə yetərlidir ki, hansı ki, biri kadmiumdur, batareyaların hazırlanmasında istifadə olunan bir maddədir və ona görə hətta batareyaları tullantıların çeşidlənməsində ayrı yığırlar ki, təbiətə zərər vurmasın. Bu, həmin elektron siqaretlərdə və tərkibi tütün olmayan digər siqaretlərin tərkibində var. Digəri arsenikdir ki, arsenik artıq demək olar ki, kənd təsərrüfatında siçanların, gəmiricilərin öldürülməsi üçün istifadə olunan zəhərlərdir ki, daha çox bundan istifadə olunur. Digəri aseton tərkiblidir ki, bu da artıq boyaların təmizlənməsində, istər kosmetik vasitələrdə. Təbii ki, bunlar da hər biri onların tərkibində istifadə olunan maddələr sırasındadır ki, hansı ki, bunlar birbaşa nəfəslə ağciyərlərimizə biz onu ötürürük. Ona görə bu kimi zərərli vərdişlərin detallarını öyrənmək lazımdır. Onların rəngarəngliyinə, qoxusuna, dadına aldanmamaq lazımdır. Çünki təbii ki, artıq bir çox hallarda insan sağlam olarkən sağlamlığının qədrini bilmir. Hər hansı bir nahiyəsi ağrıyanda, başı ağrıyanda başı yadına düşür. Ağciyərində bir xəstəlik ortaya çıxanda yadına düşür ki, belə bir orqanım var idi. Amma nəzərə almaq lazımdır ki, xəstəliyi itirdikdə və yaxud da zədələdikdə onu bərpa etmək olmur. Və xüsusilə də xanımlarımız analardır, gələcək analardır. Onlar nəzərə almalıdır ki, nəsli sağlam şəkildə davam etdirmək üçün birinci növbədə öz sağlamlıqlarının qədrini bilməlidirlər və bu qədər maarifləndirmə işlərimizin yanında biz hər zaman danışırıq, ancaq yaxşı tərəfləri də var. Ötən illərdə biz durmadan həm maarifləndirmədə, həm də ictimai nəzarət mərkəzi olaraq Milli Məclisdə yeni qanun hazırlananda təkliflər verdik ki,
ictimai yerlərdə, parklarda gəzərək siqaret çəkilməsi qadağan olunsun ki, bu da artıq qanun layihəsində hazırlandı. Artıq gəzərək parklarda siqaret çəkənlər ciddi cərimələr tətbiq olunur ki, Artıq qüvvəyə minib. Bəli, qüvvəyə minib. Ona görə bu cərimələrə görə onlar artıq zibil qutularının Məhz parklarda. yanında, bəli, zibil qutularının yanında və yaxud da yenə də hər kəsdən kənarda dayanaraq siqaretlərini çəkirlər ki, bu da bir növ elə onların özünün bu zərərli vərdişinin nə qədər pis olduğunu anlamaya da onlara şərait yaradır ki, çünki bir insan, özünə hörmət edən insan zibil qutusunun yanında dayanıb, hər kəsin gəzdiyi yerdə o artıq bu vərdişdən asıllığını göstərir. Digər bir məqam isə nikotin deyə bildiyimiz həmin o maddə beyində biz xoşbəxtlik hormonu kimi tanınan serotonin, dopamin hormonları var ki, nikotin birbaşa olaraq onların ifrazının qarşısını alır və həmin insanlarda artıq xoşbəxtlik hormonu təbii şəkildə ifraz olunmadığına görə getdikcə həmin insanlarda depressiyaya meyillilik, həyatdan soyuma, yaşama həvəsinin olmaması belə artıq onları həyatdan küstürür. Yəni bu faktlar yetərlidir ki, o zərərli vərdişdən uzaq dursunlar. Bu qədər maariflənmə işləri aparılır, təbliğat işləri aparılır və buna baxmayaraq yenə də insanlar çəkirlər, çünki qadağa qoymurlar. Yalnız Zaur bəy də burada düzgün vurğuladı ki, qadağa qoyulmuş olsa belə bəzən insan qadağa qoyulduğuna görə istifadə edir. Ona görə balansı qoruyub saxlamaq lazımdır. Nəyi düzgün şəkildə etmək olduğunu biz düşünsək, düşünürəm ki, gələcək nəsillərə düzgün şəkildə biz maarifləndirmə işləri apararaq onlara sağlam həyat tərzini öyrətmiş olarıq. Ümumiyyətlə, gənclər arasında tütündən istifadə edənlər daha çoxdur, yoxsa ki, elektron siqaretlər? Düzü, onun üçün tədqiqat aparmaq lazımdır yəqin ki. Məncə son zamanlar daha çox elektron siqaretə keçid, yəni tütündən elektron siqaretə, bəli, siqaretə keçid artıbdır. Və mən bir şey də əlavə etmək istəyərdim. Biz biz indi o haqqda danışdıq, çox yəni dedik ki, qızlarımız arasında siqaretdən istifadə halları çoxalıb. Yəni biz onu da deməliyik ki, yəni başa salmalıyıq ki, qızlarımıza, gələcək analara başa salmaq lazımdır ki, yəni siqaret çəkən anaların, daha doğrusu qadınların uşaqlarında ya ölü doğuş, vaxtından qabaq doğuş, kiçik çəkili, yəni tam inkişaf etməmiş, kiçik çəkili uşaqların doğulması baş verir. Həmçinin siqaret çəkilən anaların uşaqlarında qəfil uşaq ölümü, yəni səbəbsiz ilk yəni baxanda elə bir ki, səbəbsiz birdən-birə sağlam uşaq da öldü. Yəni belə bir hadisələr daha çox olur. Yəni bunu da fikirləşməlidirlər. Gələcək nəsilləri də fikirləşməlidirlər. Yəni öz övladlarını fikirləşməlidirlər. Təkcə bu gün mən özümün statusumu, yəni öz mövqeyinizi göstərirsiniz. Yəni göstərirəm ki, mən beləyəm, mən siqaret çəkirəm, mən azadam, yəni mən istədiyimi edə bilərəm. O bəzən feminizmi biraz başqa cür başa düşürlər. Yəni daha çox istədiyimi edə bilərəm kimi başa düşürlər. Ancaq onu da başa düşməlidirlər ki, gələcək yəni onlar nəinki özlərinin sağlamlığına təsir, yəni bu işləri görməklə, bu zərərli vərdişlərdən istifadə etməklə nəinki özlərinin sağlamlığına təsir edirlər, həmçinin gələcək nəsillərinin, yəni öz övladlarının sağlamlığına təsir edirlər. Yəni biz tədqiqat aparmışdıq, yəni onu da demək istəyirəm. Əslində siqaret çəkmə vərdişləri biz sorğu apardıq gənclər arasında. İlk dəfə nə vaxt başlamısan? Belə bir sual var idi. Yəni demək olar ki, 70% cavab verirdi ki, yəni aşağı da var idi, yuxarı da vardı. 70% cavab verirdi ki, 13-14 yaşında. Yəni yeniyetməliyin başlandığı. Yəni 10 yaşında da var idi, 20 yaşında da vardı. Ancaq ən çox ilk dəfə istifadəyə başlama yaşı 13-14 yaşı hesab edilir. Və ona görə biz 13-10 yaşa qədər artıq biz bu haqqda danışmalıyıq uşaqlarla. Artıq bu məsələləri onlara başa salmalıyıq. Təşəkkür edirəm sizə, çox sağ olun, gəldiniz, vaxt ayırdınız və verilişimizin sonuna gəldik, çatdıq. İstərdim ki, son olaraq izləyicilərimizə fikirlərinizi bildirəsiniz. Nə demək istərdiniz? Buyurun. Onu demək istəyirəm ki, hər birimizin sağlamlığı ilk növbədə öz əlimizdədir və siqaret nəticəsində ölüm, yəni tütün nəticəsində ölüm qarşısı alına bilən ölümlərdən ən birinci yerdə gedəndir. Yəni biz
ölümlərin qarşısını almaq üçün bu ilk növbədə tütünə və digər zərərli vərdişlərə yox deməliyik. Hər şey öz əlimizdədir. Təşəkkür edirəm sizə. Buyurun Məzəd xanım. Çox sağ olun dəvətiniz üçün və qeyd etmək istərdim ki, ümumiyyətlə siqaret çəkmək nə qədər də zərərsiz görünsə də və nə qədər də uzun müddətli zərərlərini göstərsə də, ancaq bəzən olur ki, insanlar daha tez, məsələn, zəhərləyən və yaxud ölümə səbəb olanlardan qorxurlar. Ancaq bilmək lazımdır ki, siqaret öldürmür, süründürür və xəstəlikli şəkildə süründürür və sizə verilən bu ömrü gözəl, sağlam yaşamaq istəyirsinizsə, xoşbəxt yaşamaq istəyirsinizsə, zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Depressiv musiqilərə qulaq asmayın. Çünki ondan sonra adam Siqaret çəkmək ziyanlı, istəyir. zərərli işlər görür və bütün sənət yoldaşlarımızdan da xahiş edirik ki, kliplərinizdə də təbliğ etməyin onu. Heç bir halda Allah cəmiyyətimizi qorusun, millətimizi, dövlətimizi qorusun. Biz dünyanın ən gözəl millətiyik və xalqıyıq və hər şeyin ən yaxşısına layiqik. Çox sağ olun. Təşəkkür edirəm bir daha. Hər insan hər şeyin ən gözəlinə, ən yaxşısına layiqdir. Əlbəttə ki, sağlam yaşamağa layiqdir. Ona görə sağlamlığınızın qədrini bilin, zərərli vərdişlərə yox deyin. Bugünlük bu qədər. Hələlik.